Fədəkkir innə fəatiz zikra. Zikr edin, yada salın ki, yada salmaqda xeyir var. Dinin əsasları 5-dir. Yəni biz ona deyirik usulü din. Təvhid, ədl, nübüvvət, imamət və məad. Və var furuid din. Bunları deyirlər bölmələr. O feillər ki, Allah onları bizə vacib elədi gündəlik həyatımızda. Misal, onlardan biri məsələn orucdur. Onlardan biri namazdır, xumusdur, zəkatdır. Bunlar öz-özlüyündə vacibdir. Amma mən ilk öncə məsələyə keçməmdən öncə istəyirəm deyəm ki, usul-i dinlə furuid dinin arasındakı fərq nədir? Usul-i din o Allahın əmridir ki, yəni dinin əsli. O dinin əslində nədir? Güzəşt yoxdur. Amma furuid dində baxmayaraq ki, vacibdir. O əməllərdə, o əmrlərdə